Salam əziz və dəyərli müştərilər, sizlərə salamlayıram. Kars Ailəvi restoranından bir-birindən gözəl tiyamlar təqdim edirik yenə. Burada daş kebabı pişiririk. Təmiz quyruq yağında, tuzu, ətləri. Bu bizdə 2 port daş kebabıdır. Çörək, zadə hər şey qızarılıb verilir. Sizə bir-birindən gözəl tiyamlarımızı təqdim edilir. Burada bir-birindən gözəl kebablarımızı təqdim edirəm sizə. Yabloçkası, antrikotu, quyruğu, tikə kebabı, quzu iç salatı, quzu ciyəridir, ağ ətdir, quzunun iç salatıdır, xan kebabıdır, şapalağıdır, qutab kebabıdır, tərəvəzləridir və bir-birindən güzel qazan yeməklərimizdir. Şirəli danamızdır burada, öz suyunda, öz sosunda. Göbələkli qaymaqlı can ətimiz var. Damasya tuşonkamız var, baş ətindən düzəldirik bunu. Şirəli çəpişimiz var, o birisi qazanlara aç. Burada xoruzun dar dokumenti var. Kənd çolpasının satılması var, bütöv şəkildə satılır. Quzunun soyutması var, masa tərəfləri, damamız var, vişnəli maçamız var, spes yeməkdir, turşu ilə, təmiz vişnə ilə pişir. Burada da vişnəli kənd çolpasıdır. Tiyamlar yalnız Döşbatanda yerləşən Kars Ailəvi restoranında mövcuddur. Nizami küçəsi 112, Botda Vezdə konu mövcuddur. Buyurun gəlin.